Hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 1-ci qrup riyaziyyat sınaq kitabçasından növbəti 17-ci sınağın icraatını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. 5 rəqəmli 79 3AB ədədini 30-a bölünüşdə qalıqda 4 alınır. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Ədədin 30-a bölünməsi üçün ədəd eyni zamanda həm 3-ə, həm də 10-a bölünməsi lazım. Yəni 3-ə və 10-a bölünməsi 6 və 5 də deyə bilərik. 3 və 10 yazıram, bəs eləyir. Eyni zamanda 3-ə və 10-a bölünməsi lazım. 10-a bölünmə əlaməti sonu 0 olan bütün ədədlər 10-a bölünür. İndi 30-a böləndə qalıqda 4 alınırsa, deməli 10-a da böləndə qalıqda 4 alınması lazım. Ona görə yaza bilərik ki, B artıq 4-dür. Yəni son rəqəm 4 olmalıdır ki, 10-a böləndə qalıq 4 alınsın. Alınacaq 793 A4. 10-a bölməni yoxladıq. Keçirik 3-ə bölünmə əlaməti. 30-a baxın, böləndə qalıq 4 alınırsa, deməli 3-ə də böləndə qalıqda 1 alınmalıdır. Qalıqda 1. 9-dan 3-ün cəmi 3-ə bölünür. 7, 4, 11. 11 plus A. Bunu 3-ə böləndə qalıqda 1 alınması lazım. A da bura rəqəmdir. A-nı yenə 2 yaza bilərik. 5 yaza bilərik. Bir də 8. Yəni A-nın yerinə 2, 5, 8 yazanda 3-ə böləndə qalıq 1 alınır. A-nın ala biləcəyi qiymətlərin cəmini soruşur. 2 plus 5 plus 8 nəticə olacaq 15. Yəni doğru cavab bir də B variantı. Keçirik ikinci suala. Tənliyini həll edin. Əvvəlcə hər iki tərəfdən ikinci dərəcənin qüvvətə yüksəltsək, alınacaq sol tərəfdə kub köşdə 2 bərabərdir. Sağ tərəfdə isə alınacaq 4 üstü x çıx 1-in kvadratı. Yəni hər tərəfi kvadratını aldım. İndi isə hər tərəfi 3-cü dərəcədən qüvvətə yüksəltsək, sol tərəfdə 2 alınacaq, sağ tərəfdə alınacaq 4 üstü x çıx 1, onda üstü 6 olacaq. 2 bərabərdir. 4 nə deməkdir? 2-nin kvadratı. Yazırıq 2 üstü 2, 10 üstü x çıx 1, onda üstü 6. 2 bərabərdir. Qüvvətin qüvvəti. Qüvvətləri qüvvətə vurmaq lazımdır. Bir-birinə vurmaq lazımdır. 2 üstü 12x çıx 12 olacaq. Sol tərəfi yazıram 2 üstü 1 şəklində. Bərabər 2 üstü 12x çıx 12. Burada baxırıq ki, əsaslar eynidir. Əsaslar eynidirsə, iki ifadənin bir-birinə bərabər olması üçün qüvvət üstləri də eyni olması lazım. Yəni 1 bərabərdir 12x çıx 12-yə. 12x bərabərdir 13-ə. X bərabərdir 12-də 13. Yəni doğru cavab 2-də A variantı. Üçüncü sual. İfadəsini sadələşdirin. Baxırıq birinci kəsirin sürətini biz belə yaza bilərik. X çıx 4. X plus 2 şəklində yaza bilərik. Birinci kəsirin məxrəcini isə x çıx 3, x plus 2 şəklində yaza bilərik. Vurulsun. İkinci kəsirin sürətini yaza bilərik. X çıx 3, x plus 1. Məxrəcini isə yaza bilərik. X çıx 2, x çıx 4 şəklində yaza bilərik. İndi baxırıq. X çıx 4-lər ixtisar gedir. X çıx 3-lər də ixtisar gedir. X plus 2-lər də ixtisar gedir. Sürətdə qalır x plus 1. Məxrəcdə qalır x çıx 2. Yəni doğru cavab x plus 1-in x çıx 2-yə nisbəti. 3-də doğru cavab A variantı. Dördüncü sual. İfadəsini sadələşdirin. İndi əvvəlcə 1 çıx i üstü 4-ü hesablayaq. Bu bərabərdir. 1 çıx i-nin kvadratı, onda kvadratı. A çıx B-nin kvadratı. Birincinin kvadratı 1. Çıx hasilənin 2 misli 2i. Üstə gəl ikincinin kvadratı i kvadrat. Onda üstü 2. Bərabərdir. 1 çıx 2i. I kvadrat mənfi 1-dir. Çıx 1. Onda kvadratı. Birlər gələcək. Mənfi 2i-nin kvadratı olacaq 4i kvadrat. Yəni olacaq mənfi 4. Bunu bildik. 1 üstə gəl i üstü 4. Bu bərabərdir. Yazırıq 1 üstə gəl i-nin kvadratı,
Bunda kvadratı bərabərdir. Birincinin kvadratı 1. Üstə gəl, hasələrin ikimizdir. 2i. Üstəl ikincinin kvadratı 2 kvadrat. Onda kvadratı. İ kvadratın yerinə -1 yazsaq, 1 plus 2i çıx 1. Onda kvadratı. Birlər getdi. 2'nin kvadratı. Bu da olacaq 4i kvadrat. Bu da olacaq -4. Bizdən də bu ikisinin cəmini soruşurdu. Ortada toplamadır. Bunları toplasaq, -4 üstə gəlir -4. Nəticə olacaq -8. Yəni doğru cavab 4'də C variantı. -8'e bərabərdir. 5-ci sual. ABC, DF düzgün altıbucaqlısında AB 6 cm, BC 4 cm olarsa YC'nin uzunluğunu tapın. Burada nəyə baxırıq? Düzgün altıbucaqlı dediği için bütün tərəflər bərabərdir. Yəni burada 6 olacaq, burada 6, burada 6, burada 6, eyni zamanda burada 6'dır. Deməli bura olacaq 2. Biz bilirik ki, düzgün altıbucaqlının bir daxili bucağı 120 dərəcədir. 120 dərəcə. Və burada mən xətt çəkirəm, yanal çəkirəm. Baxın, bura 120-dirsə, bura 120-dirsə, deməli bura 30'dur, burada 30'dur. Bunu yazdıq. İndi baxırıq. Dedik ki, bir daxili bucaq 120'dir. Ona görə də bucaq C-də 120 olması lazım. Bura 30 olduğu üçün deməli bura olacaq 90 dərəcə. Bura 90 dərəcə. İndi baxırıq. YDC bərabər yanlı üçbucaqdır. Onun xassəsindən istifadə edərək YC-ni tapa bilərik. Və yaxud da YC düzgün altıbucaqlının kiçik diaqonalıdır. Kiçik diaqonal tərəfin köklü 3 mislidir. Yəni tərəf 6 olduğu üçün bura 6 köklü 3 yaza bilərik. Burada x. İndi YGC düzbucaqlı üçbucaqdan yazıram. X kvadrat bərabər 2'nin kvadratı üstəlik 6 köklü 3'ün kvadratı. X kvadrat bərabərdir 4 üstəyə gəl 36 vur 3. X kvadrat bərabər 4'ü çıxaran mütərizə xaricinə burada 1 plus 9 vur 3. X kvadrat bərabər 4 vurulsun 28. Bunu da belə yazıram. 4 vur 4 vur 7. Belə yazıram. Kök alsam x olacaq 4 kökdə 7. Yəni doğru cavab burada C variantı. 5'də C variantı 4 kökdə 7'ye bərabərdir. 6-cı sual. ABC üçbucağında DY AB'ye paralel. AB 20 cm, DY 12 cm, YC 18 cm, BY parçasının uzunluğunu soruşur. Buradan BY parçasının uzunluğuna x deyirəm. İndi burada nəyə fikir etmək lazımdır? DY ilə AB paralel olduğu üçün, B bucağı ilə Y bucağı uyğun bucaqlardır. A bucağı ilə də D bucağı uyğun bucaqlardır. Baxırıq ki, üç bucaq CDY oxşardır 3 bucaq. C bucağı ortaqdır. D bucağı ofisində A'dır. Y bucağı ofisində B'dir. Bunları yazdıq. Oxşarlığı yazdıq. İndi yazırıq. CY'nin CB'yə nisbəti bərabərdir DY'nin AB'yə nisbəti. CY bizdə 18'dir. CB isə x-lə 18'in cəmi bərabərdir. DY 12'dir. AB də 20'dir. İndi 12 ilə 20 ixtisar gedir 4'ə və yaxud da 12 ilə 18 ixtisar eləyək 6'ya. Burada 2, burada 3. İndi 2 ilə də 20 ixtisar gələcək 2'yə. Burada 1, burada 10. Çarpaz vursaq x üstəgəl 18 bərabərdir 30'a. X bərabərdir 12 çıxdır. Deməli, BY'nin uzunluğu oldu 12. Doğru cavab 6'da Y variantı. 7-ci sual. Tənlinin kökləri x1 və x2'dir. 3x1 çıx 2x2 bərabər 7 olarsa m-i tapın. Baxırıq. Tənliyimiz kvadrat tənlikdir. 2x kvadrat çıx 3x üstəgəl m çıx 1 bərabər 0. İndi tənliyin hər tərəfini 2'yə bölsəm alınacaq x kvadrat çıx 1,5x üstəgəl m çıx 1'in 2'yə nisbəti bərabər 0. Tənliyi gətirdim çevrilmiş kvadrat tənlik formasına. Çevrilmiş kvadrat tənliyin kökləri cəmi bərabərdir.
İkinci həddin əmsalının əksi, yəni 1,5. Kökləri hasil isə sərbəst həddə bərabərdir. Yəni m çıx 1-in 2-yə nisbəti. İndi bizə köklər arasında əlaqə verib 3x1 çıx 2x2 bərabərdir 7-yə. İndi kökləri cəmini mən 2-yə vuracam, 2-yə vuracam. Hər tərəf 2-yə vursam alacaq 2x1 üstəlik 2x2 bərabərdir 3. Bunları tərəf-tərəf toplasam 2x2-lər sıfıra gələcək. Alınacaq burada 5x1 bərabərdir 10-a. x1 alınır 2. Yəni kökün birini tapdıq 2. x1 2 isə bu kökü gətirib kökləri cəmində burada yerinə yazsaq alınacaq 2 üstəgəl x2 bərabərdir 1,5. x2 bərabərdir 1,5 çıx 2. Yəni x2'miz də olacaq mənfi 0,5. Bunu tapdıq. İndi isə x1 buradadır, x2 də buradadır. Bunun qiymətlərini gətirib burada yerinə yazsaq, bu bərabərlikdə artıq biz m-i tapa bilərik. Deməli, x1 2 vur mənfi 0,5 bərabərdir m çıx 1-in 2-yə nisbəti. Burada nə alınır? Burada alınır mənfi 2 bərabərdir m çıx 1-ə. M də bərabərdir mənfi 1. Deməli, burada m alınır mənfi 1. Doğru cavab 7-də Y variantı. M mənfi 1-ə bərabərdir. 8-ci sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə nəyə baxırıq? Sinus 264 dərəcə. Bunu sadələşdirək. Bunu belə yazırıq. Sinus 180 dərəcə üstəgəl 84 dərəcə. Belə yaza bilərik. 180 90'ın 2 mislidir. 90'ın cüt misli olduğu üçün ad dəyişməyəcək. Sinus 84 dərəcə qalacaq. Baxırıq 264 dərəcə 3-cü rübdür. 3-də sinus isə mənfidir. Ona görə bunun qabağına mənfi yazmalıyıq. Sonra tangens 253 var. Tangens 253'ü də yazırıq. Tangens 180 dərəcə üstəgəl 73 dərəcə. İndi tangeslə kotangesin dövrü 180 olduğu üçün bu 180'i silə bilərəm. Yəni yazıram tangens 73 dərəcə. Gətirib qiymətləri yenə yazıram. Sürətdə sinus 264'ün yenə yazıram. Mənfi sinus 84 dərəcə. Vur tangens 73 dərəcə. Bölünsün sinus 84 dərəcə. Vur tangens 73 dərəcə. Bunlar ixtisar gələcək, nəticə qalacaq mənfi 1. Yəni doğru cavab 8-də B variantı. Mənfi 1-ə bərabərdir. 9-cu sual. Bərabərsini ödəyən tam ədədlərin cəmini tapın. Burada nəyə baxırıq? Məxrəcdə x çıx 1-in modulu var. X çıx 1-in modulu. X çıx 1-in modulu həmişə 0-dan böyük bərabərdir. Sadəcə məxrəcdə olduğu üçün sadəcə yazmalıyıq ki, x çıx 1-in modulu 0 ola bilməz. Birbaşa yazmalıyıq ki, böyükdür 0 olmalıdır. Yəni aldığım cavab bunu deməlidir. Və ya da belə də yaza bilərik. Məxrəcə baxırıq ki, heç vaxt mənfi ola bilməz. 0 və müsbət olmalıdır. Sadəcə yazmalıyıq ki, x 1 ola bilməz. Və məxrəcə ata bilərik bu şərti yazandan sonra. Və məxrəcə atırıq. Niyə? Həmişə müsbətdir. Birdən başqa bütün qiymətlərdə müsbətdir. Yazırıq x kvadrat çıx 16 eşitdir 0. Bu da bizə verir x çıx 4 x plus 4. 0'dan kiçik. İndi köklərin biri 4'dür, biri mənfi 4'dür. Hər ikisi boşluq içindədir. Ədəd oxu bölündü 3 hissəyə. 4'ün sağında 5 seçsəm, 5 çıx 4, 5 plus 4 müsbət. Mənfi 4 ilə 4 arasında 0 seçsəm x ilə, x ilə 0 yazanda mənfi alınacaq. Mənfi 4'ün solunda x ilə mənfi 5 seçsəm, hər ikisi mənfi, hasılı müsbət. Bizə mənfi lazımdır. Mənfi 4, 4 həldir. Amma yazmışıq x 1 ola bilməz axı. Onu yazırıq. Mənfi 4'dən 1'ə birləşir 1'dən 4'ə. Həll bu şəkildədir. İndi deyir ki, bərabərsini ödəyən tam ədədlərin cəmi tapın. Mənfi 3, üstəgəl mənfi 2, üstəgəl mənfi 1, üstəgəl 0, üstəgəl 2, üstəgəl 3. İndi 2 mənfi 2, 0, 3 mənfi 3, 0, cavab qalır mənfi 1. Yəni doğru cavab 9'da D variantı.
10-cu sual. A, B və C nöqtələri verilmişdir. AB vektoru istər AC vektorunun uzunluğunu tapın. Deməli, AB vektoru. AB vektorunun komponentləri olacaq. Burada baxırıq. O hansının üzərində dayanıbsa o son nöqtədir. Son nöqtə B-dir. Vektorun koordinatlarını tapmaq üçün son nöqtənin koordinatlarından başlanğıc nöqtənin koordinatlarını çıxmaq lazımdır. İndi B-nin x-i -2-dir. A-nın x-i isə 1-dir. -2-dən 1 çıxanda -3. -3. B-nin y-i 3-dür. A-nın da y-i nədir? 4-dür. 3-dən 4 çıxanda -1 olur AB vektoru. İndi keçirik AC vektoruna. AC vektoru. İndi buna baxaq. AC vektoru. Deməli, burada nəyə fikir veririk? Deməli, x burada 5'dir, burada 1'dir. 5'ten 1 4. Burada 4. Burada y -1'dir. Burada ise 4'dür. Fərq olacaq -5. Bunu tapdıq bu şəkildə. Ümid edirəm ki, hesablamaq səhv eləmədik. -1'dən 4 çıxanda -5, 5'dən 1 çıxanda 4. İndi bunların cəmi lazımdır bizə. Bunların cəmi, yəni x vektoru desəm, x vektoru komponentləri olacaq. 4-dən -3'ün cəmi 1, -1-dən də -5'in cəmi -6. Bizdən x vektorunun modulunu soruşur. Yəni uzunluq modulu eyni şeydir. Bərabər kök altında 1'in kvadratı üstəgəl -6'nın kvadratı. Bu da olacaq kök altında 1 üstəgəl 36. Bu da olacaq kökdə 37. Yəni doğru cavab onda D variantı. 11-ci sual. İntegralını tapın. Əvvəlcə burada biz dərəcəni aşağı salmalıyıq. 8 kosinus kvadrat 2x. Biz yazırıq bunu bu şəkildə. 4 vurulsun 2 kosinus kvadrat 2x. Bu da bərabərdir. 4 vurulsun. Biz bunun yerinə nə yazmalıyıq? Yazmalıyıq ki 1 plus kosinus 4x. Bu da bizə verir 4 üstəgəl 4 kosinus 4x. İndi gətirib yenə yazsaq. İntegral 4 üstəgəl 4 kosinus 4x dx bərabərdir. Bunu yazırıq. İntegral 4 dx üstəgəl integral 4 kosinus 4x dx. 4'ü qabağa çatdırırıq. 4 integral dx üstəgəl 4 integral kosinus 4x dx. Şimdi dx birinci integralda dx'in əmsalı 1'dir də. Birinin də integralı x deməkdir. X 4'ə vuranda 4x. Burada 4x'dir. 4 vurulsun. Kosinusun integralı sinusdur. Kosinus 4x olduğu için integral olacaq sinus 4x bölü 4. Plus c'də sabit. 4'lər x-a gələcək. Və alınır 4x plus sinus 4x plus c. Yəni doğru cavab 11'də olacaq B variantı. 12-ci sual və sualımız belədir. Limitini hesablayın. Deməli, burada nəyə fikirmək lazımdır? 3'də 2, 3'də 2, 0 ilə 1 arasında yerləşir. Və baxırıq. X sonsuzluğa yaxınlaşdıqca, x'in qiyməti sonsuzluğa yaxınlaşdıqca 3'də 2 üstü, 3'də 2 üstü. X plus 1'də getdikcə 0'a yaxınlaşacaq. Getdikcə 0'a yaxınlaşacaq. Ona görə bunun cavabı 12 ilə C variantı. 13. Ədədi silsilədə ilk 12 hədd ilə ilk 8 həddlərin, yəni bunların cəmlərin fərqi. Yəni ilk 12 həddin cəmi ilə ilk 8 həddin cəminin fərqi 50 verir. İlk 20 həddin cəmini soruşur. İlk 12 həddlə həddin cəmindən ilk 8 həddin cəmini çıxsa mənə verəcək A12, A11, A10, A9. Mənə bunları verəcək. Bu da bərabərdir nəyə? 50'ye. Burada nəyə fikir verir? Baxın, bunların cəminə bərabərdir. Çünki indekslərin cəminə baxaq. 12, 9, 21, 11, 10, 21. Ona görə bunları belə yaza bilərik. 2 vurulsun. A1 üstəgəl A10 bərabərdir 50'ye. Buradan çıxır ki, A11 ilə A10'un cəmi 25'dir. Bunu yazdıq. İlk 20 həddin cəmini soruşur. S20 bərabərdir. A1 üstəgəl A20 bölü 2 vur 20. İndi
A11 ilə A10'un cəmi 25'dir. Bunların da cəmi 25 olacaq. Çünki indekslərin cəmi 21'dir. Burada 21'dir. Yine yazsaq 25 bölü 2 vur 20. Bu da bərabərdir 25 vur 10. Olacaq 250. Doğru cavab 13'te B variantı. 14. ABC üçbucağında AD DB'ye, B'ye YC, AF FC bərabərdir və S üçbucaq ABC 32 olarsa, S üçbucaq DF soruşur bizdən nəyə bərabərdir? Baxırıq, DF, FG, DY hamısı orta xətlərdir. Orta xətlər çəkilibsə, bütün bu üçbucaqların sayıları eynidir. Hamısı S olacaq. Hamısı bir-birinə bərabərdir. Ümumi üçbucağın sayısı 32 olduğu üçün 32'ni 4'e bölsəm nəticə olacaq 8. Yəni doğru cavab B variantı. Keçək növbəti suala. Deməli, X ilə Z-in cəmini bizə verib 70 dərəcə. Sonra alfa ilə Y-in cəmini verib 150 dərəcə. ABC bucağının dərəcə ölçüsünü soruşur. Burada mən nə edəcəm? Bunu biraz uzadacağım. Çıxarışını göstərəcəm. Bura verəcək bizə X-dən Y-in cəmini verəcək. X-dən Y-in cəmi. Alfa da olacaq 3'ün cəmi. X plus Y plus Z-in cəmi olacaq. Alfa buna bərabərdir. İndi baxırıq. X-dən Z-in cəmini verib 70. Alfa bərabərdir 70 dərəcə plus Y olacaq. Çünki X-dən Z-in cəmi 70 verib. İndi alfa ilə Y-in cəmi 150'dir. Alfa ilə Y-in cəmi 150 dərəcə. Alfanın qiymətini bura yenə yazsam 70 dərəcə plus Y plus Y bərabərdir 150 dərəcə. 2Y bərabərdir 80 dərəcə. Y bərabərdir 40 dərəcə. Y 40 dərəcədir. Bizdən də nəyi soruşur? A, B, C ilə Y soruşur. Cavab 40 dərəcədir. Y variantı. On 6-cı sual. Fx funksiyasının qrafikinə x bərabərdir mənfi bir nöqtəsində çəkilmiş toxunanın tənliyini müəyyən edin. Deməli, tərbiyə ilə bir qrafik çəkirəm. Toxunan gəlib keçir buna dəyir. Bu şəkildə toxunuş keçir. Deməli, bu fx-dir. Fx-dir. Bu da hər hansı x bərabərdir mənfi bir nöqtəsidir. Apsix üzərində. Bu da apsixodur olsun. X oxu. Yəni, düzbulaq koordinat sistemi tam çəkmirəm də. Təqribi olaraq bu şəkildə göstərirəm. İndi deyir ki, funksiyasının qrafikini, yəni çəkilmiş bu toxunan, bu da y bərabər olsun kx plus b. Bunun tənlini soruşur. İndi buradan biz bilirik ki, deməli, fx funksiyası çəkilmiş toxunanın bucağın salı fx funksiyasının törənməsinin həmin nöqtədəki, yəni mənfi nöqtəsindəki qiymətinə bərabərdir. Yəni, k bərabərdir f törəmə x. K bərabərdir. Fx funksiyasının törənməsi bizə verir 3x kvadrat çıx 2. X-ə verir mənfi 1. Yenə yazsaq, k bərabərdir 3 vur mənfi 1'in kvadratı çıx 2. K bərabər olacaq 1. K tapılır 1. Deməli, y bərabərdir. K yenə 1 yazsaq, x plus b olacaq toxunan tənliyi. İndi bizə lazımdır b. İndi baxırıq ki, həm toxunan, həm fx funksiyası bu nöqtədən keçir. Və apsisi mənfi 1'dir. Bu mənfi 1'i gətirib fx funksiyada, burada x-in yerinə qoysaq, həmin nöqtənin ordinatını tapmış olacaq. Ona görə f mənfi 1 bərabər olacaq. Mənfi 1'in kubu çıx 2 vur mənfi 1 plus 1. Mənfi 1 plus 2 plus 1. Deməli, bu da olacaq nə? 2. Deməli, həmin nöqtə olacaq mənfi 1, 2 nöqtəsi. Deməli, bu nöqtə həm də bu funksiyanın qrafik üzərindədir də. Yenə yazsaq, 2 bərabərdir. Mənfi 1 plus b. B də olacaq 3. Gətirib yenə yazsaq, y bərabər olacaq x plus 3. Yəni, doğru cavab 16'da Y variantı x plus 3'ə bərabərdir. Toxunanın tənliyi. 17-ci sual. Sual belədir. Oturacağın diametri 16 cm, doğranı 10 cm olan konusun həcmini tapın. Deməli, biz konus çəkməliyik əvvəlcə.
Oturacağın diametri 16-sa demək radius olacaq 8, 8. Doğuran 10'dur. Doğuran 10. Burada 10. Konusun həcmini soruşur. Biz bilirik ki, konusun həcmi V bərabərdir. 3/1 S oturacaq vur H. Oturacaq bəli. Bizə H lazımdır. 10, 8 pifə vuran H çıxacaq 6. İndi 3/1 pi r kvadrat vur H. Bu da bərabərdir 3/1 pi. Radius 8'dir. 8'in kvadratı vur H. H da 6'dır. 6 ilə 3 gecə ixtisar. Burada 1, burada 2. Pi vur 64 vur 2. Olacaq 128 pi. Yəni konusun həcmi olacaq 128 pi, yəni A variantı. 18-ci sual. ABCD trapesiyasında AC tən bölən və AC CB-yə perpendikulyar, AD CB-yə bərabər, DC 8, olarsa AC diagonalının uzunluğunu tapın. Burada nəyə baxırıq? Bura alfadırsa, burada alfadır. Baxırıq burada DAB 2 alfadır. DAB 2 alfadırsa ABC də 2 alfa olacaq. Çünki bərabər yanlı trapesiyadır. Bura 2 alfadır. İndi baxırıq bura 90'dır. Demək 3 alfa bərabər 90'a, alfa olacaq 30 dərəcə. Demək bura 30 dərəcədir. 30. Burada olacaq 60 dərəcə. İndi baxırıq bura 30'sa, burada 30 olacaq, çarpazdır. Bura alfa, burada 30. Bərabər yanlı 3 bıçaq alındı. Bura 8'sə, burada 8. Bura 8'sə, burada 8. 30'un qarşısı 8'sə, 60'ın qarşısı AC diagonallı olacaq. 30'un qarşısındakı tərəfin kökdə 3 misli. Yəni doğru cavab D variantı 8 kökdə 3. 19-cu sual. Akif və Seymurun bugünkü yaşları cəmi 60'dır. Akif, Seymur. Bugünkü yaşları cəmi 60'dır. Mən bura x desəm, bura olacaq 60 çıx x. Deyir, Akif 7 il əvvəl, Seymur 2 il sonra doğulsaydı. Akif 7 il əvvəl doğulsaydı, Akifin yaşı olacaqdı x plus 7. Seymur 2 il sonra doğulsaydı, Seymurun yaşı olacaqdı 58 çıx x. İndi deyir ki, onların bugünkü yaşların cəmi neçə olardı? Bunları toplamaq lazımdır. X plus 7, 58 çıx x. X'lər 7, nəticə alınır 65. Deməli, yaşları cəmi 65 olacaqdır. 20-ci sual. Deməli, 1'in AB-yə nisbəti bərabərdir 2'nin BC nisbəti, o da bərabərdir 3'ün AC nisbəti və A plus B plus C-ni də verib 198. Bizdən C-ni soruşur. İndi başlayaq bunu hesablamağa. Deməli, burada nə edəcəyik? Burada bərabərliyin hər tərəfini ABC vursam alınır birinci. Birincidə C alınır, ikincidə 2 alınacaq, üçüncüdə isə 3B alınacaq. Və bunlara bir dənə 6K deyirəm. Deməli, C 6K'dır, A 3K'dır, B isə 2K'ya bərabərdir. Bunların cəmi, bunları toplasam 6K, 3K, 2K, 11K verir bizə. Bərabər 198'ə. 198'i 11'ə bölsək 18 alınacaq. K 18. Bizdən C-ni soruşur. C də 6K'dır. 6 vur 18. Nəticə olacaq 108. Yəni doğru cavab burada 108'ə bərabərdir. Yəni 20'də doğru cavab C variantı. 21. Tənlini həll edin. Burada nə etmək lazımdır? Burada 3 ilə 4'ün yerini dəyişmək lazımdır ilk öncə. 5 vurulsun 3'tür. Logaritm x-dən 4. Üstə gəl 3'tür. Logaritm x-dən 4. Bərabərdir 54'ə. İndi logaritm, yəni daha doğrusu 3'tür. Logaritm x-dən 4'ə bir A deyim. 5A plus A 54'ə bərabərdir. 6A 54'dürsə alınacaq neçə? A 9. Gətirib yenə yazıram. 3'tür. Logaritm x-dən 4 bərabər 9'a. Deməli, logaritm x-dən 4 olacaq neçə? 2. Bura çıxır ki, 4 bərabərdir x-in kvadratı. X alınır burada plus minus 2. Amma
X əsasda olduğu için X mənfi ola bilməz. X sıfırda ola bilməz. X müsbət olmalıdır. Hətta X 1 də ola bilməz. Yəni ona görə doğru cavabımız nədir burada? 2'ye bərabərdir. 21'də cavab oldu A variantı. 22. sual. 3x plus 2 36 olarsa cəmini tapın. 3x plus 2 yazırıq. 3x bu 3'ün kvadratı. Bərabərdir 36. 3x vur 9 bərabər 36'ya. 3x bərabər neçə? 36'nı 9'a böləndə 4. Onu bildik. Şimdi kub kök altında 2 vur olsun. 3x'i yine yazıram 4. Üste gel. 27 üstü x. 27 üstü x ne deməkdir? 3 üstü x'in kubu. 3 üstü x de 4'tür. Yazacağıq 4'ün kubu. Bu da bərabərdir. Kub kök altında 8. Kök altında 64. Bu da bərabərdir. Kub kök 8'den 2 çıxır. Kök 64'den de 8 çıxır. 2'nin 8'in cəmi cavab 10. Yani 22'de doğru cevap A variantı 10'a bərabərdir. 23. sual. BCFY düzbucaqlı şəklində meyilli torpaq sahəsidir. Bu saha qazılaraq ABYD düzbucaqlı şəklində düz bir sahaya gətirilməlidir. AB 20 metr, AC 15 metr, BY 30 metr olarsa bu işi görmək üçün neçə kubmetr torpaq götürülməlidir? Baxırıq ki, həmin fiqur, fərza fiquru üçbucaqlı prizmadır və oturacağı da düzbucaqlı üçbucaqdır. Üçbucaqlı prizmanın həcmini soruşur. Həcm V bərabərdir. S oturacaq vur H. Oturacağı düzbucaqlı üçbucaq olduğu üçün sahəsi olacaq. AC vur AB'nin yarısı. Hündürlüyü də nədir? BY'dir. Vur BY. Bu da bərabərdir. AC 15, AB 20 bölü 2 vurulsun 30. Bu da bərabərdir 150 vur 30. Olacaq bu da deməli 4500 kubmetr. Yani doğru cevap 4500 kubmetre beraberdir. 24. Kosinüs x üstəgəl kökdə 3 sinus x bərabərdir 1 tənliyinin ən kiçik müsbət kökü neçə dərəcədir? Burada hər tərəfi mən 2'ye bölsəm, alınır 2'də 1 kosinüs x, kökdə 3 bölü 2 sinus x bərabərdir 2'də 1'ə. 2'də 1'i yerine yazıram sinus pi bölü 6 kosinüs x. Burada yazıram kosinüs pi bölü 6 sinus x. Bərabərdir 2'də 1. Yine sol tərəf bizə verir sinus x plus pi bölü 6'nın açılışı. Bərabərdir 2'də 1. Bunun həlli x üstəgəl pi bölü 6 bərabərdir. Mənfi 1 üstü k arc sinus 2'də 1 plus pi k'ya bərabərdir. X üstəgəl pi bölü 6 bərabərdir. Mənfi 1 üstü k pi bölü 6 üstəgəl pi k. Yine k'nın yerine 0 yazsam x plus pi bölü 6 bərabərdir pi bölü 6 alınır. X buradan çıxır 0. K'nın yerine 1 yazsam x üstəgəl pi bölü 6 bərabərdir. K'nın yerine 1 yazanda mənfi pi bölü 6 üstəgəl pi. Burada x bərabər çıxacaq. Deməli, mənfi pi bölü 6 mənfi. Deməli, bizə verəcək 2 pi bölü 3. 2 pi bölü 3. Yəni, bizə verəcək 120 dərəcəni verəcək. Yəni, x burada olacaq 120 dərəcə. Ona doğru cavabımız burada ən kiçik müsbət ilə 120 dərəcədir. 25. sual. ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə. Yəni, buranı bizə verir 90 dərəcə. Bura 90 dərəcədir. Və deyir ki, ACY üçbucağının sahəsini tapın. Bucaq yeni 30 dərəcə verib, C-ni 6 verib, A-ni də 10 verib. Burada nəyə baxırıq? 90'ın qarşısı 10 verib, 30'un qarşısı yarısı olacaq, bura 5 olacaq. Bizdən soruşur, bu üçbucağın sahəsini soruşur. Bu üçbucağın sahəsini tapmaq üçün bizə hündürlük lazımdır. Hündürlük də verilib. C-yə tərəfinə çəkilmiş hündürlük AB-dir. Ona görə S üçbucaq
A, C, Y bərabərdir. Deməli, tərəf 6-dır. Həmin tərəf təmkinlikdə 5-dir. 6 vur 5-in yarısı. Cavab olacaq 15. Yəni doğru cavab burada 15-ə bərabərdir. 26-cı sual. Deyir ki, A və B çoxları üçün A-nın element sayısı bərabər 2 vurulsun B-nin element sayısı. A çıx B fərqin element sayısı 10 və A ilə B-nin kəsişməsi çoxluğunun alçoluq sayısını verib 16-dır. Birləşmənin element sayısını soruşur. Burada nəyə baxırıq? Burada. Deməli, A, B. Baxırıq nəyə? A çıx B fərqin element sayısını verib 10. Bura 10'dur. Kəsişmənin alçoluq sayısı 16'dır. Alçoluq sayısı 2 üstü n'dir. 2 üstü n. 2 üstü n'ı verib 16. Deməli, n neçədir? N4. Deməli, kəsişmə olacaq 4 dənə element. A element sayısı olur 14. Deməli, bura 14'dür. Bura 14 ise bura olacaq 7. B element sayısı 7 ise bura olacaq 3. Birləşməni soruşur. Birləşmə bunların cəmidir. Bunlar toplayanda nəticə alınacaq neçə? 17. Yəni doğru cavab burada 17'ye bərabərdir. 27-ci sual. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Birincini belə yaza bilərik də. Y bərabərdir x kvadrat 4x plus 4 minus 4. X plus 2'nin kvadratı çıx 2. Təpə nöqtə mənfi 2 mənfi 2'də yerləşir. Mənfi 2 üzr istəyirəm mənfi 2 burada səhv yazdıq. Təpə nöqtə mənfi 2 mənfi 4'də yerləşir. İndi artan funksiyadır, buna aid deyil. Cüt funksiyadır, buna aid deyil. Mənfi sonsuzluq mənfi 2 nöqtə mənfi 2 aralığında azalır, buna aiddir. Qiymətlər bu buna aid deyil. İndi keçək o birisinə. Artan funksiyadır, 2'ye aiddir. Deməli, AC getdi. Sonra cüt funksiyadır, 3'e aiddir bu. Böhran nöqtəsi yoxdur, bu 2'ye aiddir. Törəməsi yoxdur, törəməsi alırıq sabit funksiyalar, onda 0 yoxdur. Deməli, D buna aiddir. Qiymətlər çoxluğu mənfi 3 müsbət sonsuzluq, o da 3'e aiddir. Çünki x plus 1'in modulu həmişə 0'dan böyük bərabərdir. Ən az 0 olanda qiymətlər çoxluğu ən azı mənfi 3 çıxacaq. Tapmacadır bu sual. Heç xoşlamadığım sual tipidir. Bir oynamalısan bundan. Keçən növbəti 28-ci sual. Sual belədir. Deyir ki, bir qrupdakı 7 şagirddən ikisi dostdurlar. Bu 7 şagird sıraya düzüldükdə dostların yanaşı dayanması hadisəsinin ehtimal tapın. Deməli, 7 nəfərdirsə, bütün düzülüşlərin sayı 7 faktorial olacaq. Amma 2 nəfər dostdur. Onlar yanaşı qalmaq istəyirlər. Yəni, onlar bir-birinə ayrılmaq istəmirlər. O 2 nəfərə 1 nəfər kimi baxıram. Yerdə qalır 5 nəfər. 5 plus 1, 6 nəfər olur. Onlar 6 faktorial qədər yer dəyişir. Bir də o 2 nəfər bir-birləri yer dəyişə bilərlər. Bir də vurulsun 2 faktorial onların yer dəyişməsi. 6 faktorial vur 2 bölünsün. 7 faktorialı yazırıq. 7 vur 6 faktorial. Bunlar gələcək 7'də 2 ehtimal. Yəni doğru cavab burada 7'də 2'ye bərabərdir. 29. A parametrin hansı ən kiçik tam qiymətində, daha doğrusu ən kiçik qiymətində tənşə sisteminin həlli yoxdur. Yazırıq 5'in A plus 6'ya nisbəti, yəni x'in əmsalları nisbəti bərabərdir y-in əmsalları nisbəti A-nın mənfi 1'ə nisbəti fərqli olmalıdır sərbəstlərin nisbətindən. İlk iki nisbətin bərabərliyindən mən A-nın qiymətlərini tapa bilərəm. Çarpaz vursaq A kvadrat plus 6A bərabərdir mənfi 5'ə. A kvadrat plus 6A plus 5 bərabərdir 0. Bu da bizə verir A plus 5 A plus 1'in hasili bərabər 0. Hasil 0 ise hər biri 0 ola bilər. A mənfi 5, A mənfi 1. A-nın içinə qiyməti alındı. Biri mənfi 1, biri də nədir? Mənfi 5. Və hər ikisi də ödəyir. İndi ən kiçik qiymət soruşur. Doğru cavab olacaq. Burada mənfi 5. Gəldi sonuncu sualımız. 30-cu sual. Deyir, A nöqtəsindən xaricdən toxunan O1 və O2 mərkəzli çevrələrin D ortaq toxunanı çəkilmişdir.
BAC bucağının 90 dərəcə olduğunu ispat edin. İndi mən əlavə olaraq burada başqa bir toxunam da çəkəcəm. Orta toxunam bu şəkildə. Biraz fərqli bir ispat verəcəm sizə. O ilə B-ni birləşdirəcəm. O ilə A-nı birləşdirəcəm. Sonra BA-nı birləşdirəcəm. Sonra burada buranı birləşdirəcəm. AO2-ni birləşdirəcəm. O2C-ni birləşdirəcəm. Bir də bunları fərqli rənglə birləşdirim. Bu hissəni fərqli rənglə işarələyim. Bu biraz fərqlənsin. Deməli, buranı bu şəkildə birləşdirəcəm. Buranı da bu şəkildə. Baxın, burada üç bucaqlar əmələ gəldi. İndi mən bura alfa desəm, mərkəzi bucaq. Deməli, burada AB qövsü də alfa olacaq. AB qövsü alfa olduğu üçün burada alfa olacaq, burada alfa olacaq. Çünki BC-də toxunandır. Burada A-dan çəkdiyim, soradan çəkdiyim bu düz xətt, D düz xəttdir. Deməyək, D var orada. L düz xəttdə toxunandır. Toxunanla vətər arasındakı bucaq ikisi arasındakı qövsün yarısıdır. Mən bura beta desəm, buradakı AC qövsü olacaq 2 beta. 2 beta olduğu üçün deməli bura olacaq beta, burada olacaq beta. İndi baxın, üç bucağa baxın, BAC üç bucağına baxın. 2 dənə alfa, 2 dənə beta. Üç bucağın daxili bucağının cəmi 180-ə bərabərdir. Alfa plus beta olacaq 90 dərəcə. Bizə də alfa plus beta lazımdır. Bura lazımdır. Bura oldu 90 dərəcə. İspat bu qədər. Və soruların izahı bitdi. Soruların davamlı olması üçün kanala abunə olmağı, videoları bəyənməyi, şərh yazmağı unutmayın.